İlk gün 750, ikinci gün 640, üçüncü gün 450, dördüncü gün 350, son gün, yəni ötən gün isə cəmi 70. Bəli, bu İranın qonşu ölkələrə atdığı ballistik raketlərin sayıdır. Deyə bilərsiniz ki, 750-dən birdən-birə 70-ə necə düşdü? Axı İran qonşu ölkələri hansılarda ki, Amerika bazaları var, vururdu və üstəlik İsraili də vururdu. Artıq bununla bağlı İsrail çaxalı rəsmi açıqlama verir. Onlar bildiriblər ki, İranın ballistik raketlərinin atıldığı qurğuların demək olar ki, 80%-ni sıradan çıxarıblar. Qeyd edim ki, ballistik raket istehsal etmək mümkündür, amma qurğunu istehsal etmək üçün uzun müddət lazımdır və İranın ballistik raketlərini atan qurğuların böyük hissəsi Çindən gətirilmişdir. Artıq Çindən də bu ölkəyə ballistik raket atan qurğu gətirilə bilmir, çünki Amerika bunun da qarşısını kəsib, çünki İran üzərində İsrail və Amerika qırıcıları dolaşır. Belə olan təqdirdə isə İranın qonşu ölkələrə zərbə endirmək gücü getdikcə azalır.